Salam, hər vaxtınız xeyir olsun. Əziz dostlar, dəyərli Azərbaycanlılar və dünyada yaşayan Türk milləti. Bu günləri hörmətli, dəyərli Ümid Partiyasının Gəncə şəhər təşkilatının sədri, xalq cəhbəsində öncələrdən olmuş xalqın liderlərindən sayılmış bizim hörmətli Salman İmanlı ilə bugün Gəncə şəhərində bu abidənin önündə, Türk abidəsinin, Türk qardaşlıq abidəsinin önündə bu günləri 15 mart 2025-ci il tarixdə 110 illiyini qeyd elədiyimiz Türkiyədə Çanaqqala zəfərini qutlu olsun deyirik və son olaraq deyək ki, inşallah söz verməmişdən öncə bu günləri həm də son çərşənbədir, torpaq çərşənbəsidir. Bayramınız mübarək olsun, bayramımız mübarək olsun. Salman bəy, ilk öncə bayramınız mübarək olsun. Salamlayıram sizləri. Bu günləri bildiyimiz kimi 1915-ci ilin mart ayının 18-də Çanaqqala yürüşünün qeyd edirik. İnşallah bununla bağlı qısa da olsa bizim izləyicilər, Salman İmanlı sevənləri salamlayaq, bayramı təbrik eləyək və buyuraq. Vaxtınız xeyir olsun. Mən dəyərli izləyiciyəm, salamlayıram. Bugün də Türk'ün Çanaqqala zəfəri günüdür. Həm də bizim xalqımız üçün, Azərbaycan Türkləri üçün deməli ilin son çərşənbəsi, yəni torpaq çərşənbəsi günüdür. 1915-ci il 18 martda məhz Çanaqqala zəfərinlə, o zaman Atatürk'ün rəhbərliyi Çanaqqala zəfəri qazanmışdır. Bu təkcə Osmanlı Türklərinin yox, bütünlükdə Türk dünyasının böyük bir zəfəri olduğu və arıcıl olaraq 23-cü il oktyabr ayının 29'unda Türkiye Cumhuriyeti'ni bərpa etdilər. O zaman Osmanlı imperiyasını deyilən, dünyanın xeyli hissəsini özündə cəmləşdirən Osmanlı imperiyası çox qüdrətliydi. Dünyanın imperialist dövlətləri məhz bu Osmanlı imperiyasını dağıtmaq üçün bütün fəndlərə, bütün belə də hiləgərlərə əl atdılar və bütünlükdə Türk'ü və Türk dünyasını yer üzündən tamamilə silməyə çalışırdılar. Amma böyük Atatürk'ün sərkərdəliyi ilə məhz 1915-ci il 18 martda Çanaqqala zəfəri ilə Türkiyənin qorunması saxlanıldı və arzu olaraq bayaq dediyim kimi, analoq olaraq sonda deməli 23-cü ildə Türkiyə indiki Türkiyə Cumhuriyetinin qurulması, yaranması tarixi bərpa olundu. Mən bütünlükdə bütün Türk dünyasını təbrik edirəm. Çox sağ olun. Burada biraz bundan öncə tədbir keçirildi. Türkiyənin Gəncədəki böyük elçiliyi tərəfindən, yəni buradakı konsulluğu tərəfindən və burada bu tədbirdə biz də iştirak elədik. Ümid Partiyasının Gəncə şəhər təşkilatı olaraq mən, sədr müavini Emin Abbasov və digər gənclərlə birlikdə bu tədbirdə iştirak elədik və Türkiyənin Gəncədəki böyük elçisi Rəcəb bəy Öztürklə də şəxsən görüşdü. Ona da öz xeyir duam verdim, onu da təbrik etdim. Təbrik edirəm bütün Türk xalqını, bütün Anadolu Türklərini, Azərbaycan Türklərini, dünyanın harasında Türk yaşayırsa hər birini Çanaqqala zəfəri günü münasibətilə təbrik edirəm. Bu bütün Türklərin qələbəsidir və nə qədər ki Türklər var, böyük Türklüyü də yaşayacaq və Türk həmişə qələbə qazanacaq. İnşallah, təşəkkür edirik. Hər kəsin bayramı qutlu olsun. Həm qarşıdan gələn Novruz bayramı, Ramazan bayramı və bugünkü gün qutlu olsun Türk qardaşlarımızı öpürəm. Təşəkkür edirəm hər birinizə. İnşallah Salman bəy izləyənlər. Deməli bugün münasibətilə həm də bir əslində sadəcə bugün bayram günüdür. Deməli ölkəmizdə ilin axır çərşənbəsi deyirlər. Hamı bir-birini sosial şəbəkələrdə, telefon zərgləri ilə təbrik edir. Bəli, bəli. Bugün baxmayaraq ki, Sosial Müdafiə Nazirliyinin mən sadəcə olaraq bu bayram günündə negativ fikirlər səsləndirmək istəmirəm. Əslində düşüncələrimiz, baxışlarımız pozitiv olmalıdır və insanlarda ruh yüksəliyi yaratmalıdır. Amma buna baxmayaraq sözümü deməliyəm. Deməli, bölgələrdə pensiyaların bayrama kimi verilməsini demişlər. Bugün bayramdır. Bugün pensiyalar səhər artıq yol boyunca gəldim, özdə piyada yol gəldim. Xeyli insanlarla görüşdüm və hamısı eyni sözləri dedilər ki, çox çətinliklə pensiya alındı. Bankomatların qarşısında növbələr hökm sürüldü. Mən buradan irad bildirirəm.
bütün xalqını təbrik etməklə yanaşı, həm də hökumət sahiblərinə birbaşa buradan səslənirəm. Bu gün cəmaət bankomatların qarşısında növbəyə durub Bəli, pensiyalarını tamamilə doğru. alsınlar. Yoxsa marketlərə gedib kimsə evinə bir belə deyək, öz üçün bayram ərzəbəsi alsınlar. Bunu öncədən də eləmək olardı, Bu da bəli. Negativ haldır, amma Bəli. bütün bunlara baxmayaraq xalqımızın bayramı mübarək olsun. Amin. Xalqımıza bütün evlərdə sevinç, fərəh bəxş olunsun. Süfrələrimiz bol ruzu bərəkətlə təmin olunsun inşallah. Amin. Bunu xalqımıza arzulayırıq. Baxmayaraq hökumətin bir çox qanatları bu məsələdə laqeyddirlər. Bugün pensiyalarda indi imkanlı adamlar var ki, onlar o pensiya lazım deyil. Məsələn, dövlət işində işləyənlər, deputatlar və yaxud da ki, vəzifəli şəxslərin pensiyanın elə böyük əhəmiyyət də yoxdur. Amma kasıb cəmaət var ki, 300-500 arası pensiya alırlar və gözlərini tikiblər ki, ayın neçəsində pensiyanı alacaqlar. Yəni bunu hökumət işimizə bir gün öncə versəydi daha yaxşı olardı. Budur mənim iradım, budur mənim belə Azərbaycanı sevən bir vətəndaşım, Ümumi Partiyasının Gəncə Şəhər Təşkilatının sədri kimi iradım budur ki, bu rejimizə bir gün, 2 gün öncə verəcək ki, bu insanlar bazarlıq eləyirlər, düşən bazar gəzərdilər. Biraz axı bu verdikləri pensiyada o qədər çox deyil. Amma yenə də xalqımızın bayramı mübarək olsun. Amin, amin. Süfrələrimiz bol olsun. Hər Amin. bir evimizdə insanlar üzündən gülüş əksik olmasın. Süfrələrimiz bol olsun, bərəkətli olsun. Çox sağ olun. Var olun. Allah millətimizi qorusun. Tanrı Türkçü olsun. Amin. Təşəkkür eləyirəm. İnşallah hörmətli Salman İmanlı izləyənlər bunu bəyənin, like edin və paylaşmanızı sizdən xahiş edirik. Çox sağ olun, var olun. Təşəkkürlər. Tanrı Türkçü olsun. Sağ olun. Sağ olun.